öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Bununla beraber biz danışıqlara sadiqik. Biz bundan sonra da çalışacağıq ki, sülh yoluyla bu münaqişə öz həllini tapsın. Bununla beraber biz ordu gücümüzü daha da artıracağıq. Biz öz torpağımızda vururuz. Əgər erməni əskəri bölmək istəmirsə, rədd olsun Azərbaycan torpağı. Vəhşilik, belə insanlar, belə insan hələ yer üzündə olmayıb. Tarix boyu. Gəldilər, Finski evləri qırandan sonra bizim 5 mərtəbə, 3 mərtəbə evlərimiz vardı. Orada paltal var, padvallar vardı. Cemaat yığışmışdı, inanırsınız. Getdilər orada elə qırdılar. Torpaq kimin cavanları, uşaqları, hamısını keçirdilər nizanın başına, inanın. Gözün baxa gözlərini çıxartırdılar. Baxa diri. İnanın, anasını boyub, anasını deyib bak. Oğlunu anasının gözünün qabağında başını sildiriblər. İndi necədir vətənimiz? Nə? Pis. Necə pis? Ermənilər almayacaq. Torpağımızı alırlar. Əsl əskərlərimiz, əsir düşən bacılarımız, analarımız, ölən ermənilərin öldürdüyü adamlar necə? Onlar bizim nəyimizdir? Vallahi bilmiyorum. Ana bakmam. Sen orada büyüyene ne yiyeceksin? Ben Ne alırsan sen?